Dur keçmə, bir dəqiqə qulaq as, gör nə deyirəm. Hər kəsi salamlayıram, hər kəsin yeni ilin, Dünya Azərbaycanın Həmrəylik günü münasibətilə təbrik edirəm. Əziz dostlar, gözəl insanlar, baxın, son zamanlar mənim sözüm buradan ünvanlıdır. Bilənlər biləcək nədən danışıram. Son zamanlar qulağımıza gəlib çatır ki, hansısa bir məclislərdə, hansısa bir yığıncaqlarda və s. haqqımızda xoş olmayan sözlər danışırlar. Mənim o adamlara bir sözüm var. Yadınızdan çıxartmayın. Bugün süfrə başında oturduğunuz insanların 80%-i Usta TV-nin sayəsində tanımısınız. Ustalardan söhbət gedir. Adam bunu yaddan çıxartmaz. Bu bir. Belə bir söhbət gəzir ki, biz görünmürük, ortalarda yoxuq, hər şeydən xəbərimiz də var, hər şeyi görürük də, hər şeyi eşidirik də. Kim haqqımızda xoş danışır, onları da eşidirik, kim haqqımızda pis danışır, onları da eşidirik. Amma biz neyinirik? Biz danışmırıq, işləyirik, iş göstəririk. Mənim o bizim haqqımızda xoş olmayan sözlər danışan insanlara bir tövsiyəm var. Çalışın, işləməyə üstünlük verin. Bax, bu gördüyümüz işləri biz işləmişik. 8 dənə belə zal var. İkisini təhvil vermişik, 6-sının üzərində iş gedir. Birində siz çıxardın, qoyun ortaya ki, bu da bizim əl işimizdir. Ondan sonra bəlkə nəsə danışmağa haqqımız oldu. Danışmağa yox, işləməyə üstünlük verin.